Təsəvvür edin, içinizdə bir gölgə var, belə bir his var. Dəli hissi ki, hiss edirsiniz ki, məndə dəlilik var, axmaqlıq var, gic, deyim, fərqi yoxdur. Məsələn, bunda deyil. Bu gölgənin ən dərin hissi nədir bilirsiniz? Mənim nəsə başımdan problem var, mən axmağam. Hamı normaldır, mən biraz qəribəyəm, mənim beynim elə bir ki sınıb və ya xarab olub. Bu hiss ümumiyyətlə ağılla bağlı deyil. Bu, öz düşüncə tərzindən utanmaqdır. Dəli, axmaq gölgəsi bərabərdir. Ağlın var, amma onu göstərməyə utanırsan. Və buradan yaranır o müqəddəs inamlar, illərlə sizi sındıran o fikirlər. Hamı məndən ağıllıdır, mən sübut etməliyəm ki, ağıllıyam, yoxsa məni saymayacaqlar. İndi biraz səhv danışsam, amma biləcək ki, mən axmağam. Mən fərqliyəm, mənimlə nəsə yolunda deyil elə bir ki. Bu, kökün özüdür. O, axmaq, gic, dəli kölgəsi həyatda necə çıxır? Yəni, həyatda özünü necə göstərir? Yəni, özünə deyirsən, sakit, diqqətli ol, səhv eləmə, ha? Və bac, elə bir səhv ki, sonra baxırsan özünə deyirsən, bu nə idi? Bəs bu nə idi? Və sözümə dediklərim ki, sakit, diqqətli ol, səhv eləmə, bu nə idi? Bu niyə belə olur? Çünki sən öz axmaqlığını, dəlliyini, gizliyini rədd etdikcə, o da səninlə inadlaşır. Deyir, məni görmürsən, onda indi özümü göstərəcəm. Ən gülməli məqam. Səhvlər elə vaxt olur ki, sən özündən lap razı olan vaxtdan, razısan, bax, o anda səhvlər üzə çıxır. Məsələn, oturmuşsan işdən və sosial şəbəkədə lentini vərəqləyirsən və içindən belə fikirlər keçir. Bunlar nədir? Mən olmasam burada heç nə alınmaz. Ay Allah, nə qədər dersin səviyyəsiz var, bir mən normalam. Ay, bax, bu an kölgə səni tutur. Çünki sən kölgəni rədd etmişsən. Axmaq kölgəsini. Başqalarına o axmaq kölgəni proyeksiya eləmirsən, özündən uzaqlaşdırmısan. Və kölgə deyir, sevindin, hazır ol, indi mən gəlirəm. Ağıllı insanın, ağlını artıran insanın niyə daha çox özünü axmaq hiss etməsi olur? Nə qədər çox oxuyursa, nə qədər çox öyrənirsə, nə qədər çox inkişaf edirsə, daha çox elə bir ki, belə bir hiss yaranır ki, mən heç nə bilmirəm hissi. Özündə şübhələr yaranır ki, bəlkə mən heç nə bilmirəm. Niyə? Çünki sən özünə nəsə bilməməyi qadağan etmirsən. Öz axmaqlığına yer vermirsən. Ona görə də beynin səni yeyir. İki his arasında yerlənməyi. Mən dahiyəm və mən heç nəyəm. Bu ikisi əslində eyni şeydir. Bu, mən hamıdan ağıllıyam modu sadəcə axmaq kimi görünməkdən qaçışdı. Nə qədər yuxarı çıxırsan, o qədər aşağı düşməkdən qorxursan. Nə qədər mən dahiyəm deyirsən, bir o qədər içindən ya axmağamsa düşünürsən. Gölgə niyə belə ağrılıdır? Çünki içində bir ömürlük utanc var. Səhv etməkdən utanc, bilməməkdən utanc, nəyisə gec başa düşməkdən utanc, fərqli olmaqdan utanc, axmaq görsənməkdən utanc. Utanc bizə deyir, zəif tərəfini göstərsən səni məhv edərlər. Və sən də beyin ətrafına divar çəkirsən. O divarın adı mən ağıllıyam. Bəs bunun həlli nədir? Çox qəribə şəkildə etiraf. Biz deyəndə ki, bəli, bəzən gic şeylər edirəm, çünki insanam. Kölgə ilə bir nəfəs alır və sakitləşir. Axmaq ssenariyası göstərəcəm sizə Aygünün simasında. Gəlin tanış olaq, bizim bir Aygünümüz var. Aygünün həyat şüuru belədir. Ağıllı ol, müdrik ol, hər şeyi anlayan ol, səviyyəni qoru. Yəni, Aygünün həyatı əsasən persona üzərində qurulub. Orada hər şey çox gözəl, təmiz, səliqəli, ciddi, intellektual. Persona mələk kimidir. Hər şeyi bilir, hər şeyi anlayır, heç vaxt səhv etmir. Amma bütün dram hara yığılır? Bax, o personanın arxasında egoya. Bu ego var ya, uşaq vaxtından Aygünə deyirdi. Aygün, ağıllı olmalısan, daha müdrik ol, səviyyəni qaldır, başqalarından yaxşı ol. Aygünün də qulaq asmamaq kimi bir variantı yox idi. Və nəticədə Aygül böyüdü, ağıllı, müdrik və belə deyim də, bədbəxt. Bədbəxt yox, xoşbəxt olmadım. Niyə belə oldum? Bu səbəbdən yaranır o məşhur ifadələr. Ağıldan ancaq bəla gəlir insana, axmaqlara həmişə yol açıqdır. Bəli, çünki çox ağıllı insanlar çox vaxt ən axmaq hərəkətləri edirlər. Aygünün özünü müdrikliyi ilə necə məhv etməsini görəcəksiniz indi. Aygünün müdrikliyi o həddə çatıb ki, qadın özünə narahatlıq qazanır, depressiyaya düşür, sağlamlığı çökür, yorulur, tükənir, amma hələ də deyir, bu düzgün yoldur, bu yetkinlikdir. Bu nə müdriklikdir, çox şübhəlidir. Müdriklik sayılırmı bu? Bu məncə adamı öldürən müdriklikdir. Aygünə baxırsan, traktordan bətər işləyir, nə bir fasilə, nə nəfəs, nə istirahət,
Bədən sıradan çıxır, psixika yanır, enerji bitir, amma o hələ də özündən razı halda deyir. Mən müdürüyəm, mən belə etməliyəm. Müdürlük çox mübahisəlidir. Amma Aygünün içindəki o ego sevinir və deyir, hər şey olduğu kimi saxla, Aygün, heç nəyi dəyişmə, mən səni belə öyrətmişəm. Və burada səhnəyə utanç çıxır. Aygünün hər dəfə öz azadlığına bir addım atdığı an, hər dəfə persona maskasından biraz çıxmaq istədiyi an, içəridən bir incə, zəhərli səs gəlir. Hara gedirsənim, dəlisən, sən də başlayacaqsan o qızlar kimi sıçramağa, oynamağa, nəsə etməyə. Sən uşaq deyilsən artıq. Oturduğun yerdə, özünü biabır eləmə. Bax bu, axmaq kölgəsi plus utanç cütlüyünün duetidir. Utanç belə işləyir. Kap. Hər gün bir damcı. Hər gün yavaş-yavaş Aygünün içindən zəhərlənir. Nəticə, Aygünün bütün gücü, bütün enerjisi hara gedir? Personaya. Ağlı müdricittin qadın obrazına. Elə bir obraza ki, ona baxanda elə bir adam diplomla nəfəs alır. Amma Aygünün özü anlamır ki, bu müdürlük artıq çoxdan bir həbsxanaya çevrilib. Qız özünü oradan bayıra buraxa bilmir. Bir yandan axmaq kölgəsi yapışıb boğazından. Sən axmaq görünə bilməzsən deyir ona. O biri yanına utanç dirsəliyir. Heç nə eləməm, heç kim görməsin, özünü göstərmə. Arxada isə ego dayanıb. Gözlərini qıyıb nəzarət edir. Aygün bir addım da atsan hürmətsizlik olar. Otur tərpənmə. Və nəticədə Aygünün həyatı ilə davam edir ki, güya başqa yol yoxdur, güya yeni nəfəs yoxdur, güya azadlıq başqaları üçündür. Halbuki bir hekayəni dəyişmək üçün təkcə bir cümlə, təkcə bir hərəkət, təkcə bir seçim kifayət. Aygünün gizlətdiyi həqiqət. Bilirsiniz, Aygünün içində əsl drama nə idi? Aygünün içində həmişə bir dənə böyük, açıq, yanan istək vardı. Qəbul olunmaq. O həmişə istəyib ki, onu sevsinlər, görsünlər, bəyənsinlər, maraqlı saysınlar, gözəl, parlaq, cazibədar görsünlər. O belə yüngül, enerjili, pozitiv, zajigaloçka olsun. Və bu arzusu Aygünün saxta deyildi. Bu onun həqiqi özəyi idi. O həmişə bundan can atıb, ürəkdən. Amma hər dəfə, hər tək dəfə bu arzuya yaxınlaşmaq üçün real fürsət gələndə, utanç, duşdan gələn soyuq su kimi üzərinə tökülürdü. Buna deyilir bu momentdə persona ilə kölgənin toqquşması. Yəni bu anda ən böyük toqquşma baş verir. Persona ilə kölgənin toqquşması. Persona deyir sənə, ağıllı ol, müdrik ol, ciddi ol, özünü yığışdır. Axmaq kölgəsi plus azad uşaq deyir, mən yaşamaq istəyirəm, parıldamaq istəyirəm, parlamaq istəyirəm, özüm olmaq istəyirəm. Və bu Aygünün parlaq tərəfi biraz başına qaldıran kimi, utanç onu carayan kimi vururdu. Hop geri. Aygünün hər indi özümü göstərəcəm dediyi an içindəki tənqidçi yandırırdı onu. O keçə bilmirdi. O kölgədən keçə bilmirdi. Utanç kölgəsindən, axmaq kölgəsindən keçə bilmirdi. İcazə verilmirdi ona. O icazə vermirdi özünə. Və Aygünün içində bir sual yaranırdı. Necə olur? Necə olur ki, mən bu qədər ağıllıyam, çalışqanam, düzgünəm, amma həyatda irəliləmirəm. Niyə xoşbəxt deyiləm, niyə içim boşdur, niyə məndə hər şey var, amma içim boşdur, sıfırın altındakı kimi özümü hiss edirəm. Və bax, burada əsas dönüş gəlir. Oyunu dəyişən gizli açar. Qulaq as indi. Bu elə bir şeydir ki, insanlar bunu 10 il terapiyada dərk edir, sən indi anlayacaqsan. Sənin özündə nifrət etdiyin, utandığın, gizlətdiyin, məndə bu olmamalıdır dediyin nə varsa, məhz orada sənin yolun yatır. Orada sənin açarın, sənin enerjin, sənin gücün, sənin uğurun, sənin təbii parıltın yatır. Və indi ən vacibini deyirəm. Qanun belədir. Kölgə nə qədər güclüdürsə, onun inteqrasiyası bir o qədər nəhəng nəticə verir. Bəzi insanlar özlərində dəli, axmaq, gec kölgəsini daha çox hiss edir. Yəni deyir ki, mən axmağam, mən dəliyəm, heç nə ağzından yəni bu kəlmələr düşür özünə qarşı. Bəziləri uğursuz kölgəsini daha çox hiss edirlər, deyirlər ki, mən uğursuzam, mən bacarıqsızam. Amma qayda bir dənədir. Nədən ən çox utanırsansa, elə o hiss səndə ən böyük gücə çevriləcək. Sən ondan qaçmağa dayandıranda. Bax, bu əsl işdir və bu əsl azadlıqdır. Günün içindəki azad uşaq azadlığa çıxır. Necə? Yəni bu olacaq, necə baş verəcək? Bilirsiniz, Günün həyatında bir an var ki, hər şey dəyişməyə başlayır. O ilk dəfə özünə icazə verir, azad uşağı, içindəki azad uşağı həyat görsün. Və o anda Aygünün dünyası başqa rəngə düşür. Yəni o azad uşağını içindən buraxanda birdən-birə o görür ki, işi başqa cür görünür, münasibətlər başqa cür hiss olunur, həyat keyfiyyəti dəyişir. Hətta öz sərhədləri tamam başqa formadadır. Sanki illərlə köhnə buxarlanmış eynə ilə gəzib və nəhayət çıxarıb və deyir, dünya əslində beləymiş. Çünki azadlığa gedən yol həmişə ən ağrılı yerlərin yanından keçir. Birinci addım personadan çıxmaq. Budur ən qorxulu, ən vacib, ən həqiqi an. Persona bərabərdir ideal obraz, amma obraz deyil, qəfəs imiş. Və
Aygünün içindəki ilk dəfə belə bir cümlə doğulur. Mən bəli, bəzən dəlisov ola bilərəm, mən uşaqlıq edə bilərəm, mən həmişə ağıllı olmaq məcburiyyətində deyiləm, mən özüm ola bilərəm və mənə olar və bu onu azad edir. Xatırlayırsınız, öncəki videoda dedim sizə ev tapşırığı kimi iki hekayə yazın. Birinci hekayə özünüzü dəlidən biraz ağıllı hiss edən hekayə. İkincisi isə özünü azad uşaq kimi hiss edəndə. Dəlili hekayəsi tam əyləncə deyil. Orada qorxu var, blok var. Amma azad uşaq hekayəsi o canlıdır, o nəfəs alır. Yəni ki bu tapşırıqda azad uşaq olmaqda bir enerji var. Və Aygün özünə o içindəki azad uşağı icazə verəndə, o azad uşağa hərəkətə icazə verəndə Aygünün gözləri açılır. Deyir, bu nə enerji? Deyir, məndə belə bir enerji var imiş. Bu enerji hardan gəlir mənə? Və Aygünə birdən çatır ki, bir dəqiqə, mən nə qədər maraqlı, nə qədər canlı adamam. Mən dəyişəndə, dəyişikliyə doğru gedəndə, demək ki, heç nə itirmirəm. Mən tam tərsinə özümü tapıram. Amma burada həmişə bir qorxu olur. Bəs mən özüm kimi olmayacağam. Mən kimə çevriləcəm? Bu normaldır. Yəni bu qorxu olacaq. Bu normaldır, bu prosesin bir hissəsidir. Və gəldi o epik səhnə. Aygünün öz eqasına dedikləri. Ega, bir bax, gəl danışaq. Mən neçə il ağıllı oldum. Neçə il müdrik, sakit, doğru oldum, düzdür? Nə qazandım? Onu qazandım ki, hamı mənim boynuma minir, hamı məni istifadə edir məndən. Özüm sönürəm, dözürəm və yığıram. Bu nə ağıldır axı? Bu necə müdriklüdür? Nəyin müdriklüdür? Çünki həqiqi ağıllılıq, həqiqi müdriklik və həqiqi güc həyatı yüngülləşdirir, həyatı gözəlləşdirir, səni azad edir. Sonra başlayır o köhnə ağıllar. Güclü qadınları sevmirlər, ağıllı olma başını ağrıyar. Bunlar müdriklik deyil, bunlar karton figurlardır. Bizi qorumaq üçün yapışdırılmış yalan etiketlər. Və ən qəribəsi, həyatda heç bir işləmir. Biz sadəcə inanmış. Heç bir fakt, heç bir təcrübə onları təsdiqləmir. İndi baxın, bu fundamentdir, bu skeletdir, bu mühərrikdir. Kim bunu anladısa o öz həyatını dəyişdirəcək. Birinci, personadan çıxış. Maskanı atmaq. Birinci addım həmişə eynidir. Maskanı çıxartmaq, obrazı buraxmaq. Bu mən müdrik olmalıyam, sakit olmalıyam, düzgün olmalıyam. Kartonu var, onu cırıb atırsan. İlk nəfəs buradan gəlir. Çünki bu karton illərlə səni örtmüşdü. Elə bir nəfəsini tutub gəzirdin. İkinci addım, ego ilə söhbət. Yəni nənəni inandırmaq. Ego nənə kimi bir şeydir. Ego nənədir. Nənə nə istəyir? Fakt, məzmun, məntiq. Onu inandırmaq çətin deyil, çünki sən həqiqəti deyirsən. Üzünü tutub egoya deyirsən. Yəni nənəyə. Nənə, mən ağıllı oldum, mən dözümlü oldum, mən ideal oldum və nə oldu? Heç nə, sıfır. Hamı gəlib üstümdən keçdi. Nə xoşbəxtçilik, nə güc, nə zövq. Deməli, belə yaşamaq olmaz. Bu məntiqdir, bu düzdür. Üçüncü addım, utancın çevrilişi. Tam əksini etmək. Bax, indi sehir başlayır. Sən utancı götürürsən və onu çevirirsən. Nədən qaçmısansa, gedib onu edirsən. Nəyə ayıb, yersiz, mənlik deyil hesab etmisənsə, görürsən, bax, həmin şey edirsən. Axmaq kimi görünməkdən qorxurdun, edirsən. Zəif görünəcəyəm, deyirdin. Zəif görünəcəksən. Deyirdin, soruşsam, o 1000 dəfə kimdənsə mənə ağılsa sanacaqlar. Soruşursan, dəqiqləşdirirsən, yenə soruşursan. Çəhrayı saç dəllərin işidir deyirdin, gedib çəhrayıya saçını boyayacaqsan. Bu düşüncə deyil, bu plan deyil, bu fəaliyyətdir. Dəyişiklik o andan baş verir ki, siz o çevrilişi aparırsınız, çevirirsiniz hər şeyi. Məhz həmin qadağan olunmuş hərəkəti etməyinizdir. Və dördüncü, istədiyin kimi olmaq icazəsini hiss etmək. Və bax bu, 3 addımdan sonra gələn his var, indi dediyim 4-cü addımdır. O var ya, yüngüllük, nəfəs, azadlıq. O an başa düşürsən ki, sən hər cür ola bilərsən. Dəlisov, ağıllı, tənbəl, gipraktiv, zəif, güclü, sakit, parlaq, ağlayan, gülən, çəhrayı saçlı. Və ən möhtəşəm hiss odur ki, ilk dəfə içində hər şey öz yerinə düşür hissi. Onu da biləsiniz ki, yəni düşüncə bərabərdir hərəkətə. Düşünmək asandır, yazmaq da asandır, hətta mən dəyişəcəm demək də asandır, amma etmək tam başqa ölçüdür. Ev tapşırıqları olur, sizə siyahılar yazdırıram, kağız üçün yox. Yəni orada kağızın üzərində çernil qalmağı üçün deyil. O siyahı sizin əməl planınızdır. Reallıqda etməli olduğunuz şeylərin siyahısıdır. Çünki kölgə yalnız o an inteqrasiya olur ki, siz qadağan olunmuş hərəkət edəsiniz. Hər dəfəsində utancı çevirməyin. Gəlin indi sistemlə biraz oynayaq. Hətta belə deyim, sistemi sındıraq. Birinci addım. Tap səni nə əsəbləşdirir? Bax o səni qıcıqlandıran his var. Bir fikir eşidirsən ya özün kiməsə nəsə deyirsən. İçində belə pık eləyən belə səni qıcıqlandıran bir faktor yaranır. Bax, burası sənin zindanındır. Orada oturub illərdir. Birincisi, səni qıcıqlandıran hissi tapırsan. Addım 2. Özünə bir dənə çox səmimi sual ver. Mən nədən yapışmışam? Yəni, nəyi qoruyuram?
Nəyin obrazını tikmişəm özümə. Mən ağıllıyam, deməli axmaq görünməkdən ölüb gedirsən. Mən normalam, deməli qeyri-normal görünmək sənin üçün kabusdur. Və elə bu obraz sənin utancındır. Addım 3-cü. İndi bunu dağıdır. Bu sistem düşüncə ilə qırılmır, meditasiya ilə qırılmır, affirmasiya ilə qırılmır. Bu ancaq hərəkətlə qırılır. Nədən utanırsan, onu edirsən. Gic insanlar sual verir, düşünürsən, tupo insanlar sual verir. Gedib sual verirsən. Tənbəl insanlar dincəlir, gedirsən, uzanırsan. Axmaqlar gülünc görünür, bir balaca gülünclük edirsən. Rəngli saçlar axmaqlar üçündür, buyur, çəhrayı rəngə boyayırsan saçını. Və addım 4. Mən istədiyim kimi ola bilirəm. Və bax, o an, sən birdən nəfəs alırsan və anlayırsan ki, mən istədiyim kimi ola bilərəm. Heç nə də olmadı. Nə dağıldım, nə dağıltılar oldu, nə yıxıldım, nə utandım, nə öldüm. Elə bir içində balaca uşaq uyanır və deyir, vau, mən azadam. Bu utancın mexanizminin dönüşüdür. Amma ən vacibi, bunu gizli yox, publik etmək lazımdır. Utanç sosial emosiyadır. O yalnız başqalarının gözü olanda işləyir. Deməli, müalicədə başqalarının gözü önündə olur. Yəni, obrazını insanların qarşısında qıranda o artıq səni tuta bilmir. Tamam, öldü, bitdi. Nə qədər çox belə tərs addımlar edirsənsə, o qədər tez utanç dağılır, sərhədlərin genişlənir, həyat yüngülləşir, enerji gəlir və sən öz real ölçünə qayıdırsan. Bu transformasiya mexanizmində həm sadə, həm də inanılmaz effektiv. Suallar olur ki, bəs o qorxulu şeyləri də eləməliyik. Heç kim sizə demir ki və deyən yoxdur ki, sabah gedin paraşutla tullanmağa başlayın. Yox. Biraz oradan başlamayaq. Əgər siz paraşutdan dəhşət dərəcədə qorxursunuzsa, bunu etmək məcburiyyətində deyilsiniz. Məcburiyyətiniz yoxdur. Amma etsəniz super olacaq. Yəni paraşutdan atlanmaq kimi şeylər, onları sonra eləmək lazımdır. Bonus level kimi. Sizin birinci addımınız belə olmalıdır. Köpəkdən qorxuram, gedib köpək sığalayım. Hündürlükdən qorxuram, gedim göylərdən aşım, tullanım, atlanım. Parkdan qorxuram, parkı üzmə qoyum, yatım, yanağıma qoyum. Yox, bu hamısı 3-cü dərəcəli şeylərdir. Bu artıq üst qatdır. Əlavə artım üçün, inkişaf üçün. Biz bu kimi şeylərdən başlamırıq. Nədən başlamalıyıq? Başlanğıc nədir? Başlanğıc kölgəni açmaqdır. Öz içində illərlə gizlətdiyin artist, ulduz, şıltaq, yanan, gülən, gic-gic danışan tərəfini çıxarmaq. Yəni, balqı üzünə qoymaq 1000 dəfə asandır. Nəinki öz içində ulduzu çıxarıb insanlara göstərmək. Paraşutdan tullamaq daha rahatdır. Diqqət çəkmək, gülmək, gic görünmək kimi, özünü göstərmək kimi. Bax. Əsl qorxu buradadır. Ona görə də xahiş edirəm, asan və fiziki qorxudan yox, daxili və sosial qorxudan başlayaq. Çünki utanç sosial emosiyadır. Paraşut, pauq, ilan, filan. Bunlar zövq üçün sonradan əlavə olunacaq. Əla təcrübədə inkişaf etdirir, amma əsas deyil. Gəlin çətindən başlayaq. Yəni pauq yox, özümüzdən. Çünki ən qorxulu şey özümüzü göstərməkdir. Bir daha, qorxu 2 cür olur. Və bunlar tam ayrı planetlərdir. Bioloji qorxu, paraşut, hündürlük, pauq, ilan, filan, tısbağanın gözünə baxmaq, nə bilim, bu bədənin qorxusudur. Və diqqətlə eşidin. Yəni bu bioloji qorxu, bu sizin utancınız deyil, bu sizin personanız deyil və bu başlanğıc nöqtəsi də deyil. Bioloji qorxuları siz axırda bonus kimi əlavə edirsiniz. Məsələn, artıq azad olmuşam, yaxşı gedim bir tullanım. Yəni, təhlükəsizlik kəmərini taxıb şirin ekstrem eləyin. Amma əsas inkişaf bu deyil. Psixoloji kölgə. Qorxu deyilən şey əslində nədir? Parlaq olmaq, görünmək, səhnəyə çıxmaq, sən olmaq, səhv etmək, gülünc görünmək, normal olmamaq, emosional olmaq, həddini aşmaq, seksual görünmək, səsli olmaq, lider olmaq, güclü olmaq, zəif olmaq və ən dəhşətlisi insanların gözündə sən görünmək. Bu personanı itirmək qorxusudur. Bu utancın özüdür və biz işə tam buradan başlayırıq. Niyə içindəki artisti çıxarmaq pauqdan milyard dəfə qorxuludur? Çünki pauq kənardakı obyekt. Onu üzünə qoyursan və ilə qışqırır, amma obrazın sağ qalır. Amma artist olmaq, parlamaq, gülünç görünmək, özünü göstərmək, istədiyini geymək, nəsə absurd eləmək, bu artıq personanı dağıdır. Burada bədən yox, ego qışqırır. Stop, mən ölürəm. Sənin kölgən pauq deyil. Sənin kölgən sənsən. Həqiqi, montajsız, süzgəçsiz. Ona görə iş paraşutdan başlamır. İş personadan çıxmaqdan başlayır. Dəqiq ardıcılıq. Birinci, kölgəni çıxarmam. Özünə qadağan etdiyin tərəfləri çölə çıxar. İkincisi, utancı çevirmə, yəni razvarot. Personanın bu olmaz dediklərini məhz et. Üçüncüsü, azad uşaq halından çıx. Orada artıq olmaz yoxdur, sən varsan. Və yalnız sonra ekstrem, paraşut, pauq, buzlu su, bunlar artıq desertdir. Qızıl qayda, işə ən çətindən başlayırıq. Amma çətin olan fiziki yox, psixoloji olandır. Paraşutdan tullanan çoxdur, amma özünü məsxərəyə qoyub güldürə bilən, parlaq şəkildə səhnəyə çıxan, gic görünməyə icazə verən azdır, çox azdır. Çünki fiziki qorxu oyuncaqdır. Psixoloji qorxu